Qoy Rəbb hər birinizə xeyir dua versin. Qoy bugünkü gününüz Rəbbin kəlamı ilə, Rəbbin ürəyi ilə dolu olsun. Baxın, Rəbb insanla hər cürə danışır, hər tərəfli danışır, hər şeylə danışır, fərq eləmir. Adicə sənin önündə olan daş belə səninlə danışa bilər və sənə Rəbbin ehtişamını, Rəbbin gözəlliyi haqqında danışa bilər. Sənin ətrafında olan ağaclar, sənin başın üstündə olan buludlar, ulduzlar Rəbb haqqında danışa bilər. Və orada bir səhnə var, harda ki, biz bilirik, Peter qayıqda olur və Məsih su üzərində onların yanına gəlir və orada Peter deyir ki, ya Rəbb, əgər bu sənsənsə, mənə əmr et ki, mən suların üstüylə gələ bilim. Və Məsih ona deyir ki, gəl. Peter də qayıqdan çıxıb suların üstü ilə yeridi və İsa'ya tərəf getdi. Amma küləyin güclü əsdiyini gördükdə qorxdu və batmağa başladı. Və başladı qışqırmaq ki, ya Rəbb, məni xilas elə. İsa ona dedi, əlini uzadıb ona dedi ki, ey imanı az olan adam, sən nə üçün şübhə etdin? Orada Məsih belə bir söz dedi, sən niyə öz baxışını məndən çəkdin? Və inanın, bu söz o qədər belə mənim ürəyimi belə fəth elədi. Həqiqətən də, baxın, biz Rəbbə baxdıqda biz yıxılmırıq. Bizim getdiyimiz yola baxmaq ehtiyacı yoxdur. Biz əgər Məsihə baxırıqsa, biz heç vaxt yıxılmayacağıq. Əgər biz öz fikrimizi, öz düşüncəmizi, öz ürəyimizi, öz gözümüzü Rəbdən çəkdikdə biz yıxılmağa başlayırıq. Artıq biz Rəbbi deyil, bizim ətrafımızda olan o qarma-qarışıqlığı görürük və nəyi görürüksə ona, yəni ki, o şeylərə bürünərək ya yıxılırıq, ya da ucalırıq. Orada inanın, sən niyə gözünü məndən çəkdin? O söz mənə o qədər toxundu, o qədər belə, bilirsiniz, içimi elə bil ki, belə iki yerə böldü də. Sanki mən o səhnəni yenidən yaşadım. Sanki mən o kəlamı yenidən qavradım. Həqiqətən də biz öz gözümüzü Rəbdən çəkdikdə, biz fikrimizi bir başqa şeylərə yönəldikdə, bizim həyatımız o yönəltdiyimiz bir şeylərlə dolu olur. Amma biz fikrimizi Rəbbə yönəldəndə, gözümüzü ona dikəndə, ətrafımızda olan heç nəyə baxmayaraq getdikdə, Rəbb özü bizim önümüzdə olan yolu özü düzəldir, bizi o yolun üzərində bərpa eləyir, ürəyimizi sağaldır, ruhumuzu sağaldır və özünə doğru aparır. Biz o qədər Rəbbə güvənməliyik ki, biz o qədər özümüzü ona bağlı eləməliyik ki, gözümüzü ona dikməliyik ki, baxmalıyıq ətrafda nə var, nə yoxdur. Bəlkə kimsə bizi satdı, bəlkə kimsə bizə məsələn lənət oxudu və yaxud kimsə bizə dedikodu elədi, kimsə böhtan atdı. Biz üzümüzü Rəbbə dikdikdə, gözümüzü Rəbbə dikdikdə, inanın, hər zaman xoşbəxt olacağıq. Çünki biz o Rəbbin gözündə olan bizə qarşı məhəbbətini görəcəyik. Biz nə qədər onun üçün dəyərli olduğunu görəcəyik. O nə qədər bizi çox sevdiyini görəcəyik və ətrafda olan natəmizlik artıq bizi maraqlandırmayacaq və bizi yıxmayacaq. Min şükürlər olsun, həqiqətən, min şükürlər olsun buna görə. Rəbb həqiqətən də möhtəşəmdir, Rəbb böyükdür, onun məhəbbəti sonsuzdur bizə qarşı və dua eləyirəm ki, hər birimizin gözü Rəbbə dikilsin. Hər birimizin ürəyi Rəbbin ürəyinə bağlı olsun. Ətrafda nə baş verirsə, dalğalar qalxdı, küləklər qalxdı, qasırğalar baş verdi. Qoy onlara bizim
nəzərimiz qarışmasın. Qoy bizim nəzərimiz, bizim düşüncəmiz, bizim fikirlərimiz daim və daim Rəbbə bağlı olsun ki, biz nə qədər dəyərli, nə qədər sevimli olduğumuzu bilərək bu nəzərə nöqtədə yaşayaq.